Əli Nağıyev isə növbəti biabırçı boş addımını atıb. O İlham Əliyev, o da Əli Nağıyev. Biz isə bundan yararlanacağıq və sən Əksinə gündəm yarandı. Təzədən gündəmə gətirsən. Mənə elə Yetki gəlir. Ay Mehman, ay Baha, ay gözəl insan, şantajına düşmüş adamlardan biri. Sən qızı keçər. Mən o oğlan yoxdur, o Fərman Fərman da o Fərid. O mənə zəng vurdu. 15 dəfə mənə zəng vurub, bəlkə də çox. Mən lenti çəkəcəyəm onu. Telefonu fırladacağım. Bir də qeyd edeyim ki, mən üzr istəyirəm. Yəni mən o tutulan adamla, mən onu tanımıram. İlk dəfə ki, Əli Oğuzun efirində eşidirəm. Mən o adam baxdım ki, yazıbmı? Mən həqiqi mənə heç nə yazmayıb. Mənim dostluğum da yoxdur. Belə adamı tanımıram. Sizin efirindən mən başa düşdüm ki, elə adam var. Və Əli Nağıyev yenə də saxta şou qurub da. Yəni, başa düşürsünüz, yüzlərlə adam mənə mesaj yazır. Yüzlərlə adam sizə mesaj yazır. Bu deməkdir ki, indi biz bir araşdırmalıyıq ki, bu bizim videomuzu 5 milyona satacaq, 10 milyona satacaq. Nə deyim valla. Kompromat ortalığa çıxmayana qədər onun dəyəri var. Efirə düşəndən sonra onun dəyəri öldü. Bu standartdır. Bunu bunlar bilmir elə. Yox, onu bilirlər. Elman bəy, bilirlər hər şey gözə. Bunlar bizə heç cür çıxa bilmirlər. Heç qarmaq ata bilmirlər. Bilmirlər bu vəziyyətdən necə çıxsın. Alyonanı cəmiyyətə necə əxlaqlı qız kimi soxuştursun. Ona görə də əllərinə bir dənə şey düşüb ki, deyib burada bu qabil yüzlərlə video çəkib. 2 ay ərzində 100 minlərə video çəkib, əsəbləşib, qabildə var da cürbəcür şeylər göstərir. Uzun ömür, can sağlığı, məhəbbətlər deyib. Yəni, Mehmanın çəkdiyi 4-5 dənə video var. Onun hansının içində bunların təqdim elədiyi o şəkil var. Hansında var? Varmı? Yoxdur. Heç birində yoxdur o video. Yəni Mehman elə bir video təqdimat verməyib, elə bir nədir o dalı dombalan qız göstərməyib orada. Onun Mehmanın göstərdiyi şəkili indi də göstərir. Bu şəkillərə fulana heç bir aidiyyatı yoxdur. Heç bir bunun mənası yoxdur. Heç bir deyək ki, burada bizim hədəfimiz də sırf bir şəxsin şəxsi intim məsələsidir. Burada tamam başqa mövzudur. Bu qız necə olub ki, evli olaraq, evlənib, sonra boşanıb, sonra bir özündən yaşlı kişi ilə münasibətlər olub, 2 uşağı olub, sonra Fransaya necə gedib çıxıb, Fransada nə iş görüb, nə oyundan çıxıb, necə olub Bala Heydərlə bax bu 2 uşağı olan bir qızı calaşdırılıb, elə deyilmi? Bəli, məsələ budur. Biz burada porno araşdırmaları yaymırıq. Biz hüquqi, biz ədalətli materiallar ortaya qoyuruq və demişik ki, İlham Əliyev bizə maraqlı deyil Alyona Əliyeva kimlərə verib, kimlərə paylayıb. Yoxdur elə bir material. Elə bir material mənim araşdırmalarımda yoxdur. Mənə maraqlıdır ki, niyə Odessa klublarından çıxan bir adam necə oldu ki, bu Azərbaycan vətəndaşlığını alıb, necə oldu ki, bu adam bahalı geyimlər alır, mühafizə ilə gəzir, kef eləyir, necə oldu ki, İlham Əliyev, Peysər İlham Əliyev, necə oldu ki, Bala Heydər əskərlikdən qaçıb, amma sən bizə soxuşturmuşsan ki, bu əskərlikdə olub. Necə olub ki, Odessa Soskası Alyona Əliyeva bəylərin villasını özəlləşdirib, ora köçüb, yaşayır. Bax, bu suallara cavab lazımdır. Mən demirəm ki, İlham Əliyev Alyona neçə santılıq şeyi ağzına götürüb. Bu mənə maraqlı deyil. Heç kimə maraqlı deyil. Həm də bir sual var ki, səndə bir məlumat var ki, Heydərin də bu kişiliklə bağlı cinsi şeyi var, problemi var. Bəli. Və bu qız bundan münasibət yoxdur. Yalandan deyirsiniz 2-3 dənə uşağı var. Bizə də bizim millətimizə alladırsınız. Bizim də
haqqımızdır, informasiya hüququmuz var ki, biz bilək ki, bizi yönətənlər, bizi idarə edənlər kimdir? Hansı, məsələn, bir Ukrayna vətəndaşı gəlib Azərbaycan prezidentinin ailəsinə girib, oradan da ictimai siyasi sferaya qoşulub, deputat olmaq istəyir, nə bilim, fondun rəhbəri olmaq istəyir. O fond ki, Heydər Əliyev fondu birbaşa Azərbaycan dövlət büdcəsinin talanmasında, neft fondunun talanmasında, Azərbaycan xalqının pullarının yuyulmasında böyük maxinasiyalar edir. Və burada qanunsuzluq, saxta seçkilərdə iştirak etməsi Mehman ortaya qoydu. Heydər Əliyevin əskərlik dönəmində başqa ölkədə, villada qalması, Heydərlə bu qızın şantajmı məqsədi ilə evliliyi, şantajmı eləyiblər hansısa dövlətin xüsusi xidmət orqanları və sonda da Heydər deyək başqa ölkədə müalicə olunur, Azərbaycanda yoxdur, Çürixdə olur tez-tez. Bu Alyona Azərbaycanda hər gün ictimai siyasi sferada. Bu 2 dənə uşaq doğubsa, bunun deyək Südəmər 2022-də noyabrda evlənib, deyək ki, bunun 2023-ün sonunda bir uşaq olur, 2024-ün sonunda bir uşaq olur, birinin 1 yaşı, birinin 2 yaşı var. Buna kim süd verir, bunu kim saxlayır? Bu Alyona əri niyə İsveçrədədir, özü niyə Azərbaycanda nə bilim, xeyriyyə işlərlə məşğul olur? Yəni, bunun məqsədi nədir? Yəqin ki, Mehman bu şeyləri soruşur. Bizim, yenə deyirəm ki, ortaya qoyduğumuz məhsul haqlı suallardır. İlham Əliyev, sən niyə bu xalqı aldadırsan? İlham Əliyev, sən niyə bu xalqın sərvətini talayırsan? İlham Əliyev, sən niyə giz-giz, boş-boş işlərlə məşğulsan? İlham Əliyev, bax bu sualların cavabını səndən tələb edəcəyik. Əli Nağıyev yenə də ortaya qoydu ki, ağzına alan Alon Əliyeva deyil. Yaxşı, bəs Sergeylə olan şəkili nə oldu? Denizdə olan şəkili nə oldu? İqırla olan şəkili nə oldu? Pyotrla, Odessada paylamayan adam qalmayıb. Biz ona girişsək, bax Əli, biz o mövzuya girişsək ki, Alyona neçə adamla qayrışıb, neçə adam bunun ağzına verib, oradan İlham Əliyev, sən yenə də oradan ora girməyək. Ora girməyək. Amma ona o kim girmişdi? İlham Əliyevin özü. Sənin yataq səhnən, başqalarının yataq səhnəsi, düzdür, sənin çıxartmadılar. Dedilər ki, bunu çıxartacaq, sübut olunacaq ki, elə Mehman haqlı bizi vurur. Düzdür? Doğru. Mən də sənə video attım. Gediblər bizim qaynanam kilər. Onu da müzakirə eləyəcəyik. Onu da kino haqda, kinomuzda təqdim eləyəcəyik. Yəni, İlham Əliyev, çox sağ ol sənə ki, bizim kinolarımıza dəyər verdin, bizim araşdırmalarımıza vaxt ayırdın. O boyda gündəm elədin. O boyda dövlət. Mənə bilsə nə qədər, mən indi Facebook'u açıram, Instagram, TikTok'da en qədər adam yazıb ki, ay Mehman, siz o boyda dövləti sirkələmisiniz. Bunlar ağlını itirib, başını itirib, amma mən ancaq fəxr edə bilərəm ki, biz bunu bacardıq.